Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllıqların artırılması istiqamətində geniş miqyaslı işlər aparılır. Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllıqların artırılması məqsədi ilə aparılan abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. Park ərazisində gündəlik olaraq müxtəlif növ ağac və gül kolları əkilir. Bu istiqamətdə həyata keçirilən kampaniyalar mütəmadi xarakter daşıyır və ətraf mühitin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşıllaşdırma tədbirləri çərçivəsində park ərazisində 2000 ədəd qızılgül, 2500 mövsümü gül və 2200 ədəd müxtəlif növ ağac əkilib. Əkilən gül və ağaclar parkın estetik görkəmini daha da artırmaqla yanaşı, şəhərin ekoloji mühitinə də müsbət təsir göstərir. Məlumat üçün bildirək ki, həyata keçirilən bu yaşıllaşdırma tədbirlərinin əsas məqsədi ekoloji tarazlığın qorunması və şəhər məkanında yaşıllıqların miqyasının genişləndirilməsidir. Eyni zamanda bu cür layihələr insanların asudə vaxtlarını daha sağlam və rahat şəraitdə keçirmələri üçün şərait yaradır. Qeyd edək ki, Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllığın artırılması istiqamətində işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.